Salam əziz izləyicilər. Mən Anef qrupundan Harun Rəşidov. Sizin Novruz bayramınızı təbrik edirəm. Bu gün biz Saray qəsəbəsində Novruz haqqında sakinlərə sual verəcəyik və xatirələrini bölüşməyini istəyəcəyik. Gəlin keçək videoya. Salam. Novruz bayramınızı təbrik edirəm. Novruz bayramında uşaqların papaq atması, tonqal qalanması necə baxırsınız? Çox sağ olun, minnətdaram. Mən də sizi təbrik edirəm. Neçə belə bayramlara çıxarıq. Millətimizlə, xalqımızla, müsəlman dünyası ilə. Tonqal qalamaq yaxşı adətdir. Nəsillərdən gələn adətdir, lap yaxşı. Ancaq biraz qaydaları gözləməklə də yanğın şəraiti yaratmamaqla tonqal qalamağın tərəfdarıyam. Qalıb ki, papaq atma, gəlin belə deyək də, keçmişdə adətən torba atardılar bacalardan, qapılardan. Papaq atmaq biraz bizim millətə yaraşmayan şeydir. Torba atılsa daha yaxşı olar. Allah xeyirlər. Başqa nə sualınız var? Çox sağ olun. Siz də çox sağ olun, minnətdaram. Neçə belə bayramlara çıxasınız. Xalqımız həmişə şən firavan yaşasın, həmişə bayramlarda olaq. Çox sağ olun sizlə baxın. Salam, bayramınızı təbrik edirəm. Sizin üçün Novruz bayramında ən sevdiyiniz ənənə nədir? Sevmədiyiniz ənənə nədir? Aleyküm salam, bayram mübarək. Mən səni təbrik edirəm. Bayram münasibətilə. Mən üçün ən sevdiyim ənənə qardaşım. Tonqal qalamaq, nə mahnı qoşub əylənmək, oynamaq, deyib gülmək, papaq atmaq, elə bunlar qardaşım. Xoşlamadığımdakı, yox, ənənəmiz varsa xoşlamalıyıq. Çox sağ ol. Sən də çox sağ ol. Salam, Novruz bayramını təbrik edirəm. Bu Novruz bayramında yadda qalan bir hadisən olub. Mənim yox, qardaşımın olub. Uşaq vaxtı tonqalın üstünə çapmışım. Uşaq elə ki, tonqalın üstünə tullananda uşağa toqquşub, yanıb. Elə olur. Maraqlıdır. Bəs onun axırı Axırı yaxşı qurtardı, amma ki biraz yanığı oldu da. Allah qoruyub da. Şükür Allah. Allah can sağlığı, təbrik edirəm. Assalamu aleykum. Bayramı təbrik edirəm. Sənə bir iki sual verim. Sənin üçün Novruz bayramında ənənə mi önəmlidir yoxsa əyləncə mi? Ənənə də önəmlidir, əyləncə də önəmlidir. Belə yürüşürük, tonqalımızı yandırırıq, hər şey çox maraqlı keçir də yəni. Mənə görə belədir. Başqa ürəyindən keçən söz? Başqa ürəyimdən keçən söz can sağlığı. Buradan da hamı bayramını təbrik edirəm. Çox sağ ol. Təbrik edirəm. Bəli, bugünkü videomuzun sonuna gəldik. Saray qəsəbəsinin sakinlərinin fikirlərini və xatirələrini öyrəndik. Bəs sizin fikirləriniz nədir? Maraqlı xatirələriniz varsa yoruma gözləyirəm.